İkinci sualla tanış oluruq uşaqlar. İkinci sualda bizə deyir ki, hansı variantda verilən sözlər sinonim deyil. Sinonimlər nəyə deyilir? Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və yaxın məna bildirən sözlər sinonim hesab olunur. Yəni, yaxın mənalı sözlər sinonimlərdir, əks mənalı sözlər isə antonimlərdir. Sinonim, antonim seçən zaman biz sadəcə mənaya diqqət yetirsək kifayət edərmi? Xeyr. Biz bilirik ki, sinonimlərin, antonimlərin tərəfləri eyni nitq hissəsi olmalıdır. Bəzən yaxın mənalı və əks mənalı sözlər verir, amma tərəflər fərqli nitq hissəsi olur. Biz bunları sinonim, antonim götürə bilmirik. Bir daha qeyd edirəm, sinonimlərin, antonimlərin tərəfləri eyni nitq hissəsinə malik olmalıdır. Bir nüansı da xatırladaq ki, sinonimlərin, antonimlərin tərəfləri fərqli quruluşda ola bilər. Yəni, eyni quruluşda olmalıdır deyə bir şərt yoxdur. Tərəflər fərqli quruluşa malik ola bilər. Xəcalətli, üzü qara, bəli, yaxın mənalı sözlərdir, hər ikisi sifətdir. Deməli, sinonim hesab edə bilərik. Keyfsiz, naxoş, həmçinin yaxın mənalı sözlərdir, hər ikisi sifətdir və sinonim hesab olunur. Xəyal, utopiya, bəli, yaxın mənalı sözlərdir. Xəyal, utopiya eyni anlamda işlənir və bunları da sinonim hesab edə bilərik, hər ikisi isimdir. Mülayimlik, xoş xasiyyət, D variantında diqqət yetirsəz, mülayimlik isimdir, xoş xasiyyət sifətdir. Bir tərəf isimdir, bir tərəf sifətdir. Biz bunları sinonim hesab edə bilmərik. Xoşbəxt, bəxtiyar, bəli, yaxın mənalı sözlərdir və hər ikisi sifətdir və sinonim hesab olunur. Deməli, sualımızın düzgün cavabı olacaq D variantı.